96'da gördüm qəzetdə yazılıb ki, Həcəbaba Bagirov gəlib Muskomediyanın direktorunun Topçev rəhmətə gelmişdi. Allah ona rəhmət eləsin. Qəzetə yazıb başlığını ki, küsənlər qayıtsın teatra. Mənim söndüyüm Həci ilə biz necə dost olmuşuq, Allah ona rəhmət eləsin. Siyavuş, o, onun xanımı, biz hər yerə bir yerdə gedərdik. Volqada, dənizlə, nə bilim, Çexoslovakiya, Polşa, yəni o vaxtlar asandı da, gedirdik bu yerlərə. Mən tez gedib ərzəni yazıram, buyuram Həsən Turabın qalın, bu da baxır mənə. Başa düşmürəm ki, oradan çıxıb bura girmək çətindir. Mən ərzəni qoymuram, qal, əvvəl axır rol alıcıysan, oyuncuysan da. Ərzəni verdim, deməsən mənim, Həcəbaba gəlib teatra, bəs mən istəyirəm gedim oraya, belə baxır gülür. Demir ki, bura çətin. O ki, mən elə oradan çıxdım, gəldim, 96-nı bir il, mən Həcəbabanın yanına getdim, gəldim, zəng elədim ki, Həci, mən sən görə dramadan çıxdım, valadır yer yoxdur, götürə bilmirəm. Bəs bu məni işə götürmək istəmir. Axırda gəldim Siyavuşun yanına, dedim, Siyavuş, bəlkə sənin sözündən geçmədi. Bir də ona zəng elə, mən o dramadan axı çıxdım ki, gedim ora, bu zəng edir ona mənim yanımda, o deyir ona ki, yerim yoxdur, yerim olan ki, mən ona deyəcəm. Belə gəldi bu iş, deməli, 97-nin sentyabrın 12-sinə qədər bir ildə mən çəkəni heç kimə, heç bir millətə arzulamıram. Durdum, getdim, mənə kömək eləyənlərdən Əli qismət oldu. Allah ona, nə deyim, bütün Allah mətləbini versin. Yəni, yaxşı insan bilirsiniz də azdır. Gəldim Əli qismətin yanına, dedim, Əli qismət, vallahi mən bilmirəm kimin yanına gedim. Mən ömür boyu teatrda işləmişəm, Muskomediyada işləmişəm. İndi bu remont vaxtı 1-2 il işləməmişəm. Həci nəsə deyir, yer yoxdur, yer yoxdur. Görürsən, nazirin yanına gedim mən. Mən də ömründə nazirin yanına gedməmişəm. Belə baxdı, dedi, Ofeliya xanım, sən ged otur evdə, mən sənə sabah zəng eləyərəm. O, deməli, 97-nin sentyabrın 12-sidir. 13-ündə gördüm, bu mənə zəng elədi ki, Ofeliya xanım, mən Həci ilə danışdım, bəs ged, səni götürəcək işə. Gəldim bunun yanına.